Salam değerli izleyiciler, sizler için Bines Alfaz arasında Ülvi Şadlıq Sarayı deyilən ərazidə Qaraquzun yaxınlığında gözəl, möhtəşəm gördüyünüz kimi mətbəx möbelinə qədər, soyuducusuna qədər, tok peçə, qaz peçinə qədər qalan bir gözəl evimizin çəkilişindəyik. İlk öncə tanış olduğumuz belə bir geniş mətbəx hissəsi idi və mətbəxdə isə balkona çıxmaq üçün yeri var. Ya Allah! Dostlar, ilk öncə tanış olduğumuz bir yataq otağı. Otağın ölçüsü çox qəşəngdir, aboylar həqiqətən çox zövqlə vurulur. İkinci bir yataq otağı dostlar. Gir yaşar, Wi-Fi ilə qədər var. Sentr qovşaq hissəsi. Yataq otağı dostlar. Və belə bir geniş zalımız mövcuddur. Çox qəşəngdir, həqiqətən də ideal ev axtaranların nəzərinə. Keçək vaxt itirmədən həyət hissəsini sizi tanış edək. Dostlar, gördüyünüz kimi qaraj hissəsində rahat 2 maşın yerləşir, həyətinə rahat 2 maşın yerləşir, çöl hissəsində sentr qovşaq mülkasına qədər var və burada isə yay məşvəqti nəzərdə tutulub. Evimizin qiyməti isə dostlar, nə az, nə çox. Həqiqətən də çox gözəl bir qiymət ev sahibi tərəfindən qoyulub. Qiymət cild yaşa vəziyyətinə saldığı üçün 89 minə deyilir. Reallıq olsa super endirim olacaq.